Salam aleyküm, əziz və dəyərli izləyicilər. Bu günləri Savroz rayonu Ulacağı kəndi Şəhid Əzizbəy Muradovun şəhadətdə tamam olan ikinci il mərasimidir. Yəni, başa düşəcəyimiz dildə şəhidimizin bu günləri anım tədbiridir. Və bu günləri şəhidimizin evində, ev muzeyində qonaq oldum və evindən çəkildikləri çəkiləm. Heç rəhmət olmasa şəhidimiz Daxili İşlər Nazirliyinin Çevik Polis alayının əməkdaşı olub. Bunu bir dənə ətraflı olaraq görsədək Çevik Polis alayı və görürsünüz. Və sonra isə şəhidimizin ev muzeyində şəhidimizin musiqi alətləri var burada. Qarmon. Və sonra isə şəhidimizin sinizatoru olmalıydı burada. İndi harada? Buradadır şəhidimiz. Şəhidimiz Şuşa şəhəri azad olunanda orada gözəl ifa edib. Bax bu piyanoda. Şəhidimizdən bir yadigar olaraq üstün bağlayıblar ki, tozlanmasın, Allah rəhmət etsin. Bu da şəhidimiz haqqında məqalələr. Sonra Etibar əmim mənə demişdi ki, sən çəkişin xoşuma gəlir. Şəhidimiz 2-ci Qarabağ müharibəsi dövründə erməni silahlı qüvvələrindən bax bu bıçağı müsadirə edib, bununla erməni qanı alıb. Şəhidimizin gördüyünüz kimi buradan medalları, şəhidimizin şəxsi əşyaları, sadı, eynəyi, məzun bayrağı, görürsünüz. Hətta kiçik mobil telefonu da var şəhidimizin. Bu da şəhidimizin uşaqlıq və ailə fotosu. İnanırsınız ki, mən danışa bilmirəm, qəhərlənirəm, kədərlənirəm. Bilmirəm, hardan necə başlayayım. Şəhidimizin burada ev muzeyində, bu da şəhidimizə özəl olaraq məktəblilərin rahatladığı Azərbaycan və Türkiyə bayrağından olan suvenirlər və görürsünüz. Həqiqətən çox çətindir. Şəhidin ev muzeyindən danışmaq çox çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Xatırladıram ki, şəhidimiz Əzizbəy Muradov 3 müharibə görüb, aprel döyüşləri, 2-ci Qarabağ döyüşləri və antiterror əməliyyatı. Şəhidimizin atası Etibar Muradov 1-ci Qarabağ müharibəsində qazi olub, hətta 2-ci dərəcəli əlilliyi var şəhidimizin atası. Valla çox çətindir. Bilmirəm, hardan necə başlayayım və nətər danışım. Bir dənə zəhmət olsun, sondakı kadrları çəkiş zəhmət olmasa. Buranı da çəkin. Allah sizdən razı olsun ki, siz də kamera arxasında görünməyən qəhrəmanlarımızdan da birik. Kərbəla Fuad Mirzəyev. Çək bunlar. Götürün, götürün. Çəkilişi tamamlab tutardım.